Hər kəsə salam. Pensiyadan nə xəbər kanalına xoş gəlmisiniz. Xəbər keçmədən əvvəl kanala abunə olub bildirimləri açmağı unutmayın. Bildirimləri açın ki, yeni xəbər gələndə ilk siz xəbərdar olasınız. İndi isə keçək xəbərimizə. Neft 100 dollar oldu. Pensiyalar artacaq. Azərbaycan nefti artıq 100.56 ABŞ dollara satılır. Bu hələ 2008-ci il iyulunda qeydə alınmış 149.66 dollar rekord qiymət deyil. Amma ABŞ-İran hərbi gərginliyi artdıqca yeni sıçrayış ola bilər. Hətta bundan əvvəl baş verən 40 günlük müharibənin ən gərgin dövründə Brent markalı neftin qiyməti qısa müddət ərzində 126 dollara qədər yüksəlsə də sonradan bazar vəziyyətə uyğunlaşıb. Konkret az xəbər verir ki, bunu Yeni Sabaha neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib. Ekspertin sözlərinə görə hazırda neft 90-95 dollar ətrafında ticarət olunur. Əgər İran Hörmüz boğazını bağlamağa cəhd etsəydi, qiymət 100 dollar da keçə bilərdi. Amma görünən odur ki, İranın buna imkanı yoxdur. Münaqişə edən tərəflər arasında razılaşma əldə olunursa, qiymət yenidən 75-80 dollar səviyyəsinə enə bilər. İlham Şaban qeyd edib ki, qiymət artımı dünya neft bazarına Hörmüz boğazı ətrafında yaranan risklərdən qaynaqlanır. Onun sözlərinə görə dünya üzrə ticarət olunan neftin təxminən 20%-i məhz bu marşrut vasitəsilə daşındığından bölgədəki hər hansı təhlükə bazara birbaşa təsir göstərir. O 2026-cı il dövlət büdcəsinə qeyd olunan neftin qiymətini 65 dollar xatırladıb və artım hesabına formalaşan əlavə gəlirin sosial ödənişlərə təsirini şərh edib. Təkcə qiymətin yüksəlməsi maaş və pensiyaların artırılması üçün əsas sayıla bilməz. İlin 1-ci və 2-ci rüblərin nəticələrinə baxsaq, hökumət əlavə neft-qaz gəlirlərinin büdcəyə daxil olması ilə bağlı açıqlama verməyib. ÜDM-nin artımı da cəmi 0.8% olub. Hökumət yalnız kifayət qədər əlavə maliyyə resursu formalaşdığı halda belə qərarlar verə bilər. Hazırda ABŞ-ın nəzarətində iyi olan Venezuela neftinin dünya bazarında mümkün roluna toxunan İlham Şaban bildirib ki, bu ölkənin nefti əsasən ağır neft olduğundan onun əsas alıcısı və emalçısı ABŞ-dır. Venezuela nefti dünya bazarında qiymətləri müəyyən edəcək həcmdə təsirə malik deyil. ABŞ hazırda bu ölkənin neft sektoruna nəzarəti gücləndirib. Gələcəkdə hasilatın artması mümkündür, amma bu qısa müddətdə baş verməyəcək. Təxminən bir ildən sonra gündəlik hasilatın 1.5 milyon barelə çatacağı gözlənilir. Daha çox belə xəbərlərin gəlməsi üçün kanala abunə olub bildirimləri açmağı unutmayın.